Salam əziz şagirdlər və abituriyentlər. Bugün yenə feil mövzusu ilə sizin qarşınızdayam. Mövzumuz feilin şəkilləridir. Feilin şəkillərini ətraflı surətdə sizə bugün izah eləməyə çalışacağam. Mütləq diqqətlə qulaq asın və qeydlərinizi götürməyi də unutmayın. Elə isə başlayaq. Dilimizdə bir qrup feillər var ki, bunların bir qrupu təsriflənir, bir qrupu təsriflənmir. Yəni təsriflənənlər şəxsi və kəmiyyətə görə dəyişə bilən formalardır ki, bu da bizə yaradır feilin şəkilləri. Yəni 6 şəkli var: xəbər, əmr, lazım, arzu, vacib, şərt. Bu gördüyünüz 6 şəkil. Təsriflənməyən forma da, yəni şəxsi kəmiyyətə görə dəyişə bilməyən formadır. Burada da bizim qarşımıza çıxır, deməli, məsdər, feili bağlama və feili sifət. Onlar haqqında ayrı bir videoda izah çəkəcəm sizə. Bugün əsas baxacağıq xəbər, əmr, lazım, arzu, vacib, şərt şəklinə. Və bunları izah etdikcə siz anlayasınız ki, təsriflənmək nə deməkdir? Şəxsi kəmiyyətə görə dəyişmək nədir? Yəni, əvəzlikləri bilirsiniz və hər əvəzliyə uyğun feil bir şəxs şəkilçisi qəbul edir, kəmiyyət şəkilçisi qəbul edir və bu zaman deyirik ki, feil artıq şəxsi kəmiyyətə görə dəyişmiş olur. Yəni, bu şəkillərdə elə meydana çıxır ki, şəxs, deyirik subyekt, işin görülməsini ya əmr eləyir, ya arzu eləyir, ya lazım olduğunu bildirir, ya zamanlara görə xəbər verir, ya vacibliyin bildirir, ya da hansısa bir şərtə bağlayır. Ona görə bu şəkillər çıxır meydana. Və birinci başlasaq əmr şəklindən. Əmr şəklində məsələ nədir? Bu şəklin xüsusi bir şəkilçisi yoxdur. Və necə düzəlir? Burada əvvəla bunu bilməliyik ki, burada danışan, yəni işi görən, hərəkətin icra olunmasını, yəni yerinə yetməsini ya əmr eləyir, ya tövsiyə eləyir, ya məsləhət görür. Buna uyğun olaraq bu şəkil meydana çıxır. Yəni xüsusi bir şəkilçisi yoxdur. Xüsusi şəkilçi yoxdur deməkdir ki, yəni bir dənə normalda şəkilçisi olar. Məsələn, arzunun bir şəkilçisi var, lazımın bir şəkilçisi var, vacibin bir şəkilçisi var, şərtin bir şəkilçisi var. Amma bunda yoxdur. Nəyə görə düzəlir? Baxın, şəxs sonluqlarına görə. Məsələn, bir feil götürmüşük, getmək. Get sözün köküdür. İn burada nədir? Şəxs sonluğu. Aha, birinci şəxsin təki mən özümə əmr edirəm. Mən gedim. İkinci şəxsdə baxın, sən get. Görsünüz, boşluq var. Deməli, ikinci şəxsin təkində əmr şəkli şəxs sonluğu qəbul etmir. Üçüncü şəxs, o getsin. Birinci şəxsin cəmi. Biz gedək. İkincinin cəmi. Siz gedin. Onlar getsinlər. Burada lərin özü də şəxs sonluğu sayılır. Yəni bunu heç vaxt isimdəki cəm şəkilçisi ilə qarışdırmayın. İsimdəki cəm təbii ki, ismi artırılır ya da isimləşən sözləri artırılırsa, biz ona isimdəki cəm deyirik. Burada artıq şəxs sonluğu gedir. Sin də təbii ki, bu da şəxs sonluğu hesab olunur. Bu belə. Deməli, əsas gördüyümüz fərq oldu ki, feilin əmr şəklini meydana gətirən şəxs şəkilçiləri digər şəkillərdə artırılan şəxs şəkilçilərindən fərqlənirlər. Məsələn, normalda, belə deyək də, götürək vacib şəklini. Vacib şəklində şəxslər üzrə dəyişsək nə olur? Məsələn, mən getməliyəm. Sonda am-əm şəxs sonluğu olur. Amma baxın, əmrdə imdir. Və yaxud sən getməlisən. Normalda olur, ikinci şəxsin təki sən şəxs sonluğu, sən. Amma görürsünüz, əmrdə yoxdur. Üçüncü şəxsin təkində sindir. Nə bilim, birin cəmində aq əkdir. İkinin cəmi indi, üçdə də gördüyünüz kimi. Yəni, fərqi hər halda buradan tuta bilirsiniz. Digər əsas məqamlardan biri odur ki, əmr şəklində ikinci şəxsin cəminin şəxs şəkilçisi vurğu qəbul etmir. Gəlin baxaq, bax. Siz gedin, əmr eləyirəm də. Vurğunu təbii ki, hara qoyacam? Bunu dəyişim. Deməli. Aha. Siz gedin. Vurğunu qoyuram eynin üstünə. Siz gedin deyə bilmirəm də. Bir dənə ikinin cəmində birinci hecaya düşür vurğu. Amma bu birislərə baxın. Mən gedim imə düşür. Sən get, təbii ki, tək hecə oldu, eyə düşəcək. O getsin. Biz gedək. Siz gedin. Bir dənə burada birinci hecəyə düşür. Onlar getsinlər. Burada da lərə düşəcək.
Deməli, bir dənə görürük ki, şəxs sonluğunun vurğu qəbul etmədiyi 2-nin cəmidir. Və burada da diqqətli olun. Əmrlə bağlı bir bu sual düşə bilər. Bir də düşə bilər ki, neçənci şəxsdə şəxs sonluğu qəbul etmir deyəsiz 2-nin təkində. Sən get. Görürsüz, hansısa bir sonluq əlavə edə bilmirsiniz. İnkarı da təbii olaraq mamə şəkilçisi ilə düzəldir, inkarlıq şəkilçisi ilə. Bir dənə nümunə desək, məsələn, mən getməyim. Getməyim. Təbii ki, bunun tələffüzü bilirsiniz də, hər halda necə olacaq. Getməyim bu formada. Bəzən testdə salırlar. Tələffüzü salır, deyir ki, bu hansı şəkildədir. Getməyim, deyirsiniz ki, hə, axı mi şəkilçisi yoxdur, çaşbaş qalırsınız. Təbii olaraq burada get, mamə inkarlıq, imdə şəxs sonluğudur, y bitişdiricidir. Bu artıq tələffüzdə keçir i-yə. Açıq saytın qapalı saytına keçməsini biz fonetikada sizlə öyrənmişdik. Eyni ilə bu qaydadır. Və də bunu da yadda saxlayaq ki, bütün şəkillərin şəkilçisi, indi deyəsiniz ki, əmrdə yoxdur. Yoxdur, amma nə dəxli var? Şəxs sonluğu ilə düzəlir. Şəxs sonluqları, sonra şəkillərin şəkilçisi, inkarlıq şəkilçisi, bunların hamısı qrammatik şəkilçilərdir. Yəni, yeni söz yaratmır. Bir məqamı daha qeyd edeyim ki, əmr şəkli idi, imiş, isə hissəciklərindən heç birini qəbul etmir. Bir dənə nümunədə baxaq. Məsələn, biz gedəksə deyə bilirik, məsələn. Baxın, biz gedəkdi deyə bilmirik. Görürsüz, idini qəbul etmir. Gedəksə deyə bilmirik. Deməli, sən də qəbul etmir. Və yaxud imiş, gedəkmiş. Görürsüz, qəbul etmir. Heç bir şəkildə, yəni bütün şəxslərə görə sınayın, baxın. Heç bir formada qəbul etməyəcək bunu. Və yaxud mən gedimsə olmur. Sən getsə olmur. Çünki orada sən getsən ola bilər. Sən getsə ola bilməz. Və yaxud o getsinsə, görürsüz, heç bir şəkildə yəni hissəcik qəbul etmir. Gəldik xəbər şəklinə. Xəbər şəkli işin, hərəkətin neçənci şəxs tərəfindən nə vaxt icra olunmasını bildirir. Yəni, bizdə burada önəmli məqam zamanlardır, vaxt məsələsidir. Mən həmişə izah eləyəndə uşaqlara bir cümləni deyirəm ki, xatırlasınlar. Deməli, xəbər şəkli bizə keçmiş, indiki, gələcək zamandan xəbər verir. Bu cümləni yadda saxlasaz, biləsiniz ki, xəbər şəklini soruşsa nə axtarmalıyıq? Zamanları axtarmalıyıq. Bizdən zamanları soruşur deməkdir. Bilin ki, xəbər bizə zamanlardan xəbər verir. Və bizim də 3 zamanımız var. Keçmiş, indiki, gələcək zaman. Və keçmiş zaman adından məlum olduğu kimi hərəkətin danışılan vaxtdan əvvəl icra olunduğunu bildirir. Bəzən düşür ki, icra olunmadığını bildirir. Yəni, bu nə deməkdir? Bu, bunun inkarını göstərir də. Yəni, ola bilər ki, məsələn, burada feil vermişəm, qaçdım. İnkarda olar, mən qaçmadım. Təbii ki, bu da göstərir ki, keçmiş zamanda hərəkət icra olunmayıb. Yəni, bu eyni şeydir, eyni məsələdir yenə. Əsas keçmiş zaman məsələsi burada öndə götürülür. Zamanlara gələndə keçmiş zamanın 2 növü var. Nəqli keçmiş zaman, şuhudi keçmiş zaman. Nəqli keçmiş zaman hərəkətin keçmişdə baş verdiyini nəql yolu ilə bildirir deyirik. Yəni, elə bir nağıl etmə yolu ilə bildirir də. Burada deyirik ki, elə bir hərəkəti danışan, belə deyək də, kimdənsə eşidib eşitdiyini danışır. Nəqli keçmiş elə bir bizə bunu göstərir. Şəkilçisi mış, miş, muş, muş, bir də ı-bi, bu-bübdür. Bir də var şuhudi keçmiş zaman. Şuhudi keçmiş zamanda şəkilçisi d, di, du, düdür. Deməli, ümumi keçmiş zamana aid 3 şəkilçimiz var. Mışla ıb nəqliyə, d isə gedir şuhudiyə. Və bir şey daha bilək ki, bəzən uşaqlar qarışdırır, hansı nəqlidir, hansı şuhudidir, ayırd eləməkdə. Yadınızda saxlayın, şuhudinin axırıncı ecasına baxın, d, di, du, dü. Bax, şuhudidəki dini yadda saxlayın bunun şəkilçisi ilə. Bu qrammatik deyil ha, buradakı şuhudi sözün köküdür bu heç. Mən bunu sadəcə heyecanı göstərmək üçün deyirəm ki, yadda saxlayın, bundan d-di-du-du şəkilçisi belə əlaqəli surətdə biləsiniz ki, bu şəkilçi artıq şuhudi keçmiş zamana aiddir. Nümunəyə baxsaq, baxın, şəxslər üzrə dəyişir, bax, mən qaçdım, bir dənə qaçmaq feili götürürəm. Sözün kökü qaçmaqdır, d burada,
keçmiş zaman, şudi keçmiş, m da olur şəxs sonluğu. Sən qaçdın, yəni d burada ı şəkilçiyə aiddir, ha, d şəkilçisinə aiddir. N da şəxs sonluğu. O qaçdı, biz qaçdıq, ayrı götürürük. Siz qaçdınız. Belə yadda saxlayaq. Onlar qaçdılar bu formada. Aha. Və bilək ki, bayaq dediyimiz kimi bütün şəkillərin şəkilçisi qrammatikdir. Və dındı, dıqdı, dınızdı bu formaları görəndə heç vaxt bunları bütöv götürməyin. Bunlar həmişə parçalanacaq. Yəni dım deyə bizim bir şəkilçimiz yoxdur. D ayrı, m ayrı, d ayrı, q ayrı bu formada. Bir önəmli məqam daha diqqətinizə çatdırım. Baxın, görürsüz, bütün şəxslər üzrə şəxs sonluğun qəbul edir. Amma üçüncü şəxsin təkində sonluq görə bilmirəm burada. Görürsüz, boşluq var. Deməli, üçüncü şəxsin təkində şəxs sonluğu qəbul etmir. Bayaq biz əmr şəklində də öyrəndik. Əmr şəklində də ikinci şəxsin təkində şəxs sonluğu qəbul etmir. Baxın, buradan analogiya qurmaq olar. Yəni, yaxınlıq, oxşarlıq çıxır. Əmr 2-nin təkində, xəbər şəklində şudi keçmiş zaman 3-ün təkində şəxs sonluğu qəbul etmir. Gəldik nəqli keçmiş zamana. Nəqli keçmiş zamanda hərəkətin bayaq dediyimiz kimi keçmişdə icra olunduğunu nağıl etməklə bildirir. Şəkilçisi mış və ıbdır. Nümunəsinə baxaq. Deməli, feilin kökünə ya da başlanğıcına mış ya da ıb şəkilçisini artırmaqla düzəlir. Məsələn, mən mış şəkilçisini birinci götürdüm. Qaçmışam. Görürsüz, kökə artırmışam. Sonra sən qaçmışsan, o qaçmışdır. Biz qaçmışıq, siz qaçmışsınız, onlar qaçmışdırlar. Bu formada artırırıq. Yəni, mən bu zamanları artıq görəndə biləcəm ki, bu nədir? Feilin görəcəm keçmiş zamanı, nəqli keçmiş zaman və xəbər şəkildir. Bu belə. Və bunu təbii ki, mış, amonim şəkilçidir. Yəni, biz bunu feili sifətdə görəcəyik, imişdə görəcəyik, imişin qısaltması kimi yəni. Bəs necə fərqləndirəcəyik? Əsas fərqləndirəcəyiniz məqam nədir? Yadınızda saxlayın. Şəkillərin şəkilçisi, yəni bütün şəkillər, feilin kökünə ya da başlanğıcına artırılır. Bax, qaçmışam. Kökü artırıram, görürsüz. İndi nəqli keçmiş zamanda ıb versiyanı versəm, orada düzəltmə söz götürəcəm. Onda biləsiniz ki, başlanğıcı artırmaq nədir? Məsələn, elə bir dənə buradan nümunə verək də. Məsələn, itirmişəm. Gəlin baxaq. İtirmişəm. Sözün kökü itməkdir. İtir burada leksik şəkilçidir. Miş burada zamandır. Əm də şəxs sonluğudur. Görürsüz, başlanğıc formam haradır? İrə qədər, yəni ir daxil. Hətta burada deyirik mişə qədər sayılır. Burada özündən sonra maqmək artıra bilirəmsə, demişik ki, o leksik şəkildə sayılır. İtirmək, deməli ir leksikdir, feildən feil düzəldir. Yəni burada zaman deyil. Feilin başlanğıc formasına artırılanda feilin şəkildir, deməli mişnə şəkilçisidir. Keçmiş zaman, xəbər şəklinə aiddir. Bu da belə. Yəni, bu o deməkdir. Sonra, ikinci şəxsdə dedik, qaçmışsan, bir də qaçmışsınız. Yadınızda saxlayın. Bu versiyalardan, bu da düzdür. Sən qaçmışsan, siz qaçmışsınız. Sən qaçmısan, siz qaçmısınız. Bu deyim. Sən qaçmısan, siz qaçmısınız. Bax, bunlar da düzdür. Yəni, kök və şəkil çağırırsak, qaçmısan, qaçmısınız. Bunu yadınızda saxlayın. M-nı ayrı bir şəkilçi kimi götürmürük də. Yəni, düzdür, belə ayırırıq. M-nı ayrı, s-nızı ayrı götürürük. Amma burada şəkilçimiz m deyil. Şəkilçimiz mışdır. Sadəcə olaraq onun samiti düşüb. Yəni, iki versiyada keçərlidir. Necə deyirik, siz xoş gəlmişsiniz ya da xoş gəlmişsiniz. İkisi də keçərlidir, ikisi də düzdür. İnkarı da eyni ilə mamə şəkilçisi ilə düzəlir. Deməli, qrammatikdir. Məsələn, mən qaçmışam, mən qaçmamışam olacaq. Məsələn, buraya yazaq. Mən qaçmamışam. Eyni formada. Baxın. Qaçmaq kök, ma qrammatik, mış qrammatik, am da şəxs sonluğu. Bu belə. Biz bəli deyirik ki, normalda şəkillər feilin kökünə ya da başlanğıcına qoşulur. Sizdə belə bir sual yarana bilər. Bilmirəm, yarandı ya yox. Burada feilin başlanğıcı qaç sözdür, düz deyil. Burada mış
xəbər şəkli, yəni keçmiş zaman feilin nə kökünə qoşulub, nə də başlanğıcına fikir versəz. Bu bizim bir dənə istisna məqamımızdır. Bunu yadda saxlayın. Feilin deyirik ki, xəbər şəkilləri, yəni dəxli yoxdur bütün şəkillər, kökə ya da başlanğıca qoşulur. Bir dənə inkarlıq burada istisnalıq yaradır. Çünki inkar xüsusi bir məna dəyişikliyi yaratmır da. Bir təsdiq olur, bir inkar. Bir dənə inkarı biz təbii ki, şəkillərdən əvvələ sala bilirik. Bir dənə inkarı yəni. I-bi-bu-bib şəkilçisinə gəlincə isə, I-bi-bu-bib şəkilçisi ilə düzələndə birinci şəxsin təki və cəmində feil I-bı qəbul etmir. Gəlin baxaq, mən qaçıbam deyə bilərik, mən qaçıbam. Heç cürə alınmır. Ya da biz qaçıbıq. Olur? Olmur qətiyyən. Deməli, birinci şəxsin tək və cəmində ıb yoxdur. Ib anlayışı yoxdur. İkinci şəxsin təki sən qaçıbsan. Oy, pozana getdi. Hə. Sən qaçıbsan. Görürsüz, olur. Burada ıb feilin başlanğıcına qoşuldu ya da kökünə fərq etməz. Ib burada olur keçmiş zaman, san şəxs onluğu. O qaçıbdır. Siz qaçıbsınız, onlar qaçıblar. Görürsüz? Deməli, feilin kökünə qoşuldu, oldu feilin şəkli, hansı şəkli? Xəbər şəkli, yəni nəqli keçmiş zaman, ıb. Bunu da belə yadda saxlayaq. Bir dənə üçüncü şəxs də o qaçıbdır da ola bilər, o qaçıb da ola bilər. Hər iki versiya keçərlidir. Yəni, şəxs onluğunu qəbul edə də bilər, etməyə də bilər. İnkarı da təbii olaraq maməl şəkilçisi ilə düzəldir. Məsələn, o qaçıb ya da deyirəm ki, o, baxaq, qaçmayıb. Burada da bayaq izah elədiyim kimi başlanğıc formaya da qoşula bilir. Yəni, qaçmaq, məsələn, qaçırıb, məsələn. Bu formada ola bilər. İndi mən inkarda verim. Qaçırmayıb, məsələn. Qaçmaq sözün kökü ır, leksik, ma, inkar, ıb da şəxs onluğu. Qaçırmayıbdır bu formada ola bilər, ıb da ola bilər. Heç də fərqi yoxdur. Şəxs onluğu ola da bilər, olmaya da. Siz bu şəxs onluğunun hesabına nə edirsiniz? Şəxsi bərpa edirsiniz. Məsələn, burada onu bərpa edirsiniz. O qaçırmayıb ya da o qaçırmayıbdır. Deməli, bunlar şəxs onluğu hesab olunur. Gəldi indiki zamana. İndiki zaman adından məlum olduğu kimi hərəkətin danışılan anda icra edildiyini bildirir ya da inkarda bildirir, icra edilmədiyini bildirir. Bu da feilin kökünə də başlanğıcına ır şəkilçisini artırmaqla olur. Bəzən yır formada da olur. Yəni digərlərində də var gördüyünüz kimi. Yəni şəkilçinin əvvəlində samit girir, yığını, sığlardan biri. Bu da təbii ki, bitişdirici samitlərdir. Bunu da unutmayaq. Məsələn, gəlin nümunəyə baxaq. Mən sevirəm. Birinci şəxsin təki sevirəm. Sən sevirsən, o sevir, biz sevirik, siz sevirsiniz. Onlar sevirlər. Gördüyünüz kimi, kökə qoşulub zamandır. Şəxs onluqların qəbul edib birdə var, ikidə də var, son. Yəni, şəxs onluğu bir daha deyirəm. Ona deyilir ki, sən o sonluq şəkilçisi hesabına şəxsi bərpa edə bilirsən. Məsələn, burada sən olmasa, əvvəldə əvəzlik olmasa, sevirsən deyəndə bilirsən ki, bu ikinci şəxsə aiddir. Əvvəlinə mən sevirsən qoya bilmirsən ki, ya da biz sevirsən olmur, siz sevirsən olmur. Sən sevirsən olur. Deməli, o sənin hesabına bərpa edirsənsə, bu olur. Deməli, təbii ki, sən əvəzliyində buradakı da olur şəxs sonluğun. Üçüncü şəxsin təkində gördüyünüz kimi şəxs sonluğumuz yoxdur. Bir boşluq var burada. Birinci şəxsin cəmi ikdir. Yəni, ıq, ik, uq, ük şəxs sonluğu. İkinci şəxsin cəmi sınız, siniz, sunuz, sünüzdür. Tələffüzdə yadınızda saxlayın, düşür. Yəni, sevirsiniz olur bu formada. Sevirsiz. Bu formada olur, diqqətli olun. Onlar sevirlər. Bunun da tələffüzü necə olur? Deməli, onlar sevirlər. Baxın, sevirlər. Bu formada olur. Sevirəm, sevirsən, sevir. Bunlarda dəyişikliyi yoxdur. Sevirik də bu formada olur. Təbii ki, sevirik. Xışdırıq. Fonetikadan keçmişik. K samiti sonda gələndə milli sözlərimizdə ki, feil də millidir bizdə. Qrammatik şəkilçi damısı. Xışdırıqla tələffüz olunacaq. Sevirik. Bu da belə. İndiki zamanın inkarı ilə bağlı önəmli bir məsələ var. Bunu diqqətinizə çatdırım.
Deməli, inkarda bilirik ki, mamə şəkilçisi ilə düzəlir bu da. Ancaq belə bir məqam var ki, artıranda bu A saiti düşə bilir. Məsələn, mən sevirəm, gəlin baxaq. Mən olur sevmirəm inkarda işlətsək. Sevmək kök. Burada mir deyə şəkilçimiz yoxdur. Ona görə m ayrı gedir, ir ayrı gedir, əm də ayrı gedir. Əm. Deməli, bu am əmin hesabına mən əvəzliyimi bərpa eləyə bilirəm. Sevirəm. Kim? Mən. Deməli, bu am əm nə olur? Şəxs sonluğu. Ir olur. Zaman. M da olur. Ayrıca götürürük inkar. İnkarlı şəkilçimiz mamədir. Deyirik ki, mamə ilə düzəlir inkar. Amma təbii ki, yazıda bunun saiti düşür. Çünki saiti düşməsə belə olar. Mən sevməyirəm, sevməyirəm. Bəzən düzdür, şeirlərdə verirlər onu qafiyə uysun deyə. Yəni ahəngə uyğun gəlsin deyə, amma əsasən bu formada olur. Mən sevmirəm. Bu yazılış tərzi qəbul edilib. Şəxslər üzrə də belədir. Mən sevirəm, olur sevmirəm, sevmirsən, o sevmir, biz sevmirik, siz sevmirsiniz, onlar sevmirlər. Yenə də bu formada kök və şəkilçi ayıracağıq. Yəni m-nı ayrı götürəcəyik. Necə dıq, dik, duq, dük şəkilçimiz yoxdur. D-nı ayrı, axırdakı q, k-nı ayrı götürürük. Burada da elə. Gəldik gələcək zamana. Gələcək zaman hərəkətin danışılan vaxtdan sonra baş verəcəyini bildirir. Yəni gələcəkdə icra olunacağını bildirir. Və iki forması var: qəti və qeyri-qəti. Qəti gələcək şəkilçisi acaq əcəkdir. Deməli, şəkilçisi acaq əcəkdir. Qeyri-qətininki ar ərdir. Qəti gələcək hərəkətin gələcəkdə qəti şəkildə baş verəcəyini bildirir. Qeyri-qəti təbii ki, baş verə də bilər, baş verməyə də bilər. Bunu bildirir. Birinci başlayaq qəti gələcəklə. Baxın, nümunədə. Mən pozuna keçdi. Mən oxuyacağam. Burada y nədir deyə birdən ağlınızda sual işarəsi yaranar. Y burada bitişdiricidir. Burada baxsaz, şəkilçimiz acaq əcəkdir. Burada sadəcə sait gəlib deyə bizim fonetikadan yadımıza salaq. Qaydamız var idi. Sait gələndə yazıda q əvəzlənməsi baş verirdi. Aha, sən oxuyacaqsan, yəni bitişdiricini bunlardan bir götürürük. O oxuyacaq. Görürsünüz, burada da şəxs sonluğu ola da bilər, olmaya da. Sən o oxuyacaqdır da ola bilər. Oxuyacaqdır da ola bilər, olmaya da bilər. Yəni fərqi yoxdur, ikisi də düzdür. Biz oxuyacağıq, siz oxuyacaqsınız, sınızlı şəkilçi, onlar oxuyacaqlar. Burada da belə, bu formada. İnkarda da mamə ilə düzəlir. Mən oxuyacağam, mən oxumayacağam, sən oxumayacaqsan, o oxumayacaq, biz oxumayacağıq, siz oxumayacaqsınız, onlar oxumayacaqlar. Eyni ilə. Amma təbii ki, tələffüzdə fərq yaranır. Məsələn, bax, o oxumayacaq. Məsələn, bunu götürək, inkarda işlədək. Oxumayacaq yazılır. Tələffüzdə necə olur? Oxumayacaq, oxumayacaq. Təbii ki, sondakı q da x-ya çevrilir. Tək başına gəlir deyə çarpaz olur. Samit gələndə də özündən sonra çarpaz olacaq. Məsələn, desəm oxumayacaqlar. Baxın, yenə bunu silsəm, bir dəqiqə. Oxumayacaqlar olacaq, baxın. Eyni şəkildə. Samit gələndə də, tək gələndə də çarpaz qalır. Və burada saitimiz, A saitimiz, yəni inkardakı A özündən sonra açıq saitlə başlanan şəkilçi gəlir deyə nəyə çevrilir? Yəni A olur U-ya çevrilir. Yəni açıq sait qapalıya keçir də, belə desək. O fonetikada var idi, nənəyə olurdu nəniyə, babaya, babıya, həmin qaydadır. Qeyri-qəti gələcək zamana gəlincə isə o da ar ər şəkilçisi ilə düzəlir. Onda da bəzən bitişdirici samit əlavə olunur. Təbii ki, bu da saitlə bitəndə söz ona aiddir. Oxuyaram, məsələn, baxın, oxumaq kök saitlə bitib. Burada artıq ar ərdən bitişdirici y gəlir. Oxuyaram, şəxs sonluğu. Sən oxuyarsan, o oxuyar. Görürsünüz, sonluq yoxdur. Boşluq. Biz oxuyarıq, siz oxuyarsınız, belə olacaq. Onlar oxuyarlar. Bu da bu formada.
Bu şəkildə inkarda da mən oxuyaram, məsələn inkarım mən oxumaram. Baxın, oxumaram. Burada diqqətli olun. Deməli, kök və şəkilçi ayıranda oxumaq kök. Bəzən bax burada yanlışlıq olur. Başdan ayıranda uşaqlar bəzən belə götürür. Ma-nı ayrı, r-nı ayrı, a-mı ayrı. Amma bu düzgün deyil. Deyin niyə? Sizə rahat yolun deyim ki, bunu rahat ayırmaq üçün bunu belə eləyin. Deməli. Baxın bir dəqiqə. Pozanım yaxşı işləmədi. Aha. Deməli, bunu necə eləyirik? Sondan əvvələ doğru gəlsək daha rahat eləyəcəyik. Baxın, am şəxs sonluqdur, düz deyil. Bunu ayrı götürdüm. Və bilirəm ki, ar-ər zaman şəkilçimdir. Bunu da buradan ayırıram. Ortada nə qaldı? M. Deməli, m-nı ayrı götürəcəm. Əvvəldən gələndə çaşa bilərsiniz. Ma deyə götürərsiniz. Axı, inkarlıq mamədir. Burada amma bilməlisiniz ki, indiki zamandakı kimi. Saitimiz düşür, saiti düşür. Yəni, inkarlığı indiki zamanda rahat tapırdınız. Məsələn, oxumuram, baxın. Bunu rahat tapırdınız. Niyə? Çünki mu deyə inkarlığımız yoxdur axı. Uru o dəqiqə rahat seçirdiniz, m-nı ayrı, oxunu da ayrı. Amma burada çaşa bilərsiniz. Çünki ma deyə inkarlığımız var axı bizim. Rahat tapın deyə sondan əvvələ doğru gəlin. Burada da bilin ki, ar ayrı götürülür, m da ayrı götürülür. Bunların biraz inkarında fərq yaranır. O da necə? Gəlin baxaq. Deməli, birinci şəxs üzrə dedik, oxuyaram, oxumaram. Sən oxuyarsan olur, sən oxumazsan. Baxın. Oxumaq kök. San burada şəxs sonluğumdur. Ortada maz qaldı. Bunu necə ayıracam? Baxın, şəkilçimiz ar-ərdir, düz deyil. Bunu rahat bilək deyə o dəqiqə təsdiqdə işlədəcəm. Bir dəqiqə. O dəqiqə təsdiqdə işlədib tapacam. Bax. Oxumazsanın təsdiqi nədir? Oxuyarsan. Baxın, oxuyarsan. Bax, buradan sanı ayırıram. Düşdü üst-üstə. Oxunu ayırdım. Düşdü üst-üstə. Burada qaldı maz, burada qaldı yar. Burada bunu bütöv götürürəm. Y bitişdiricidir. Burada da az şəkilçisi. O dəqiqə dərk eləməliyəm ki, burada şəkilçim r-dır. Sadəcə olaraq, yəni ar şəkilçisidir. R-zı əvəzlənməsi baş verib inkarda. Yəni azı ayrı götürəcəm, m-nı ayrı götürəcəm yenə. Eyni şəkildə. Sadəcə r-zıya keçib. Və yaxud o oxuyar, olacaq nə? O oxumaz. Necə götürəcəm? Oxumaq kök, m ayrı, az ayrı. Qarışdırmayaq. Biz oxuyarıq, inkarda olacaq. Biz oxumarıq. Oxumaq kök, m ayrı, ar ayrı, ı ayrı. Siz oxuyarsınız, siz oxumazsınız. Baxın. Oxumaq kök, m ayrı, az ayrı, sınız ayrı. Onlar oxuyarlar, onlar oxumazlar. Baxaq. Oxumazlar. Oxumarlar deyə bilmirəm. Ona görə oxumazlar olur. Oxumaq kök, m ayrı, az ayrı, lar da ayrı bu formada. Bunun özdə tələffüz olmayacaq. Oxumazlar. Qətiyyən oxumazdar. Belə olacaq. Sonra oxumazsan, oxuyarsan bu yerində oxumazsınız. Sınızda n düşəcək. Oxumazsız. Sonra oxuyarlar. Təbii ki, necə olacaq? Oxuyarlar. Bu formada. Oxuyarlar. Burada diqqətli olun. Bu belə. Sonra indikidə də belə idi. L qoşalaşması var idi. Oxuyurlar, oxuyurlar. Və bu məqamlarda diqqətli olun mütləq. Tələffüzlə bağlı əsas bir məqamları yenə diqqətinizə çatdırım. İndiki ilə qeyri-qəti gələcək zaman təsdiqində, qəti gələcək zaman həm təsdiqində, həm inkarında zaman şəkilçilərindən əvvəl A-ə saitləri gələrsə, onlar I, I, U, Ü formasında tələffüz olunacaq. Yəni, qapalı saitə keçəcək. Məsələn, baxın, mən yaşayıram. Baxaq. Yaşayıram necə olacaq? Yaş sözün kökü yaşamaqdır təbii ki. Ir, am. Bu belə. Tələffüzdə mən yaşayıram. Gördünüz? Zaman şəkilçisindən qabaq bu gəlib deyə, A-ə saiti gəlib deyə, tələffüzdə A keçəcək I-yə. Yaşayıram bu formada olacaq.
Məsələn, deyirəm ki, oynayıram olur, oynuyuram bu formada. Və yaxud bunu qeyri-qətidə düşünək. Məsələn, yaşayaram. Yaşayaram olacaq nə? Yaşayaram. Bu formada olacaq. Qeyri-qətidə də. Bunu da bilək, diqqət yetirək. Və yaxud acı keçəkdə bilirsiniz, sonda xışdırıqla tələffüz olunacaq. Məsələn, döyəcək. Baxın. Döyəcək. Döyəcək. Xışdırıq bu formada. Bu qaydanı da bilirik. Amma bizə təbii ki, açığın qapalıya keçməsi lazımdır. Məsələn, nə deyək? Gözləyəcək. Gözləyəcək. Bu da belə olacaq, baxın. Gözləyəcək. Və yaxud başlayacaq, olacaq başlayacaq. Bu da bu formada olacaq. Diqqətli olun. Və yaxud indiki və qeyri-qəti gələcək zaman şəkilçiləri. Üçüncü şəxsin cəmində bu şəkilçilər var, ırla ar şəkilçiləri. Bunların samiti qoşallığı kimi tələffüz olunur. Gülərlər olacaq gülmək kök, ər, qrammatiklər sonluq, qaç, ırlar. Deməli, necə olacaq? Gülərlər, gülərlər, qaçırlar, qaçırlar. Bu formada olacaq, diqqətli olun. Sonra, məsələn, bayaq dedik, məsələn, bilərsiniz, bu da belə olacaq. Bilərsiniz olacaq, bilərsiz. Sinizdəki o, bir dəqiqə, səhv oldu. Bir dəqiqə. Bilərsiz, bu formada olacaq. Sinizdəki n düşəcək. Bayaq dediyim kimi, bu da qeyri-qəti gələcək zamandadır. Gəldik digər şəkli. Feilin arzu şəkli. Deməli, feilin arzu şəklində danışan hərəkətin icrasını arzu eləyir. Çünki biz bayaq şəkillərdə demişdik də, ya hərəkətin icrası əmr olunur, ya arzu olunur, ya vacibliyi bildirilir, ya zamanlarından xəbər verilir. Yəni, bu şəkildə şəkillər yaranır. Arzu şəklində də məqsəd budur. Yəni, hərəkətin icrasını subyekt arzuluyur və feillərə a-ə, ya-yə artırmaqla düzəlir. Şəkilçimiz eyni şəkilçi, sadəcə y dediyimiz kimi bitişdiricidir. Qrammatik şəkilçidir, bunu yadda saxlayaq. Və bu şəkildə işlənən feillər adətən çox vaxt arzu ədatları, məsələn, kaşdır, gərəkdir, barıdır, təkidir. Bax, bu ədatlarla birgə işlənir. Amma bəzən ola bilər, işlənməyə də bilər. Məsələn, nümunə verək birinci. Əvvəla şəxslər üzrə necə dəyişir? Mən yazam. Təbii ki, A-nı burada artıq ayıracaq. Amma burada şəxs sonluğu deyil. A arzu şəkildə, M şəxs sonluğu. Sən yazasan. O yaza. Biz yazaq. Siz yazasınız. Onlar yazarlar. Bu formada ayıracaq. Yəni, cümlədə bəzən verir. Məsələn, deyər ki, kaş mən yazam, kaş o oxuya, məsələn, bu formada. Bəzən amma təbii ki, o ədatı verməyə də bilər. Biz nə ilə tapacağıq? Ədatlarda olmayacaq gözümüz əsas. Əsas gözümüz olacaq feilin şəkilçisində. Ondan biz tapacağıq. İnkarı da təbii olaraq mamə ilə düzəlir. Məsələn, inkarda necə işlədərik? Kaş, deyirəm, kaş sən gəlməyəsən. Gəlməyəsən. Gəlmək kök, mə inkar. Burada arzudur. Səndə nədir? Şəxs sonluğu. Sonra məsələn, üçüncü şəxsdən. Kaş o, məsələn, deyirəm ki, təki o gələ. Təki o gələ. Gələ. Baxın, diqqətli olun ha. Cümləni belə verir. Verər ki, bu qeyddir. Bunu mütləq qeyd götürün. Təki o gəlsin. Cümləni belə verər, sizi çaşdırmağa çalışar ki, təkini görərsiniz arzu edə, o dəqiqə üstünə gələrsiniz ki, məsələn, bu arzu şəklindədir. Xeyr, dedim axı, biz feilə baxmalıyıq. Gəlmək kökdür. Sin nədir? Şəxs sonluğu. Şəxs sonluqları ilə düzələn bizim şəklimiz hansıydı? Əmr şəkli. Üçüncü şəxsin təki, bax, əmr eləyir. Təkini atsam buradan, nə olur? O gəlsin.
Əsas ona baxmayacaqdıq, onda feilə baxacaqdıq. İndi təki olsun da, təki bizə nə edir ki burada? Əsas feilə baxın. Bunda götürəsiz əmr şəkli. Yəni bunu arzu götürməyəsiniz. Çünki arzunun burada şəkilçisi yoxdur. Bax bu məqamlarda diqqətli olun mütləq. Ya da yazar ki, kaş o gəlsin məsələn. Bəzən verər də cümlədir. Verər, deyəsən əmr cümləsi əmr şəklindədir feil. Çünki sin var axı orada əmr şəklidə. Ya da kaş məsələn deyərəm ki, kaş siz gəlin məsələn. Kaş siz gəlin, bu olar təbii ki əmr şəkli, amma kaş siz gələsiniz. Artıq ayəni gördüm, orada götürəcəm arzu şəkli. Bir də arzu şəklində nəyə diqqət yetirin? Bax bu formanı verir feilin bu formasın. Bax. Bizi vermir ha. Sadəcə məsələn qoy yeni səhifədən yazım daha rahat olsun sizə. Bax verir yazaq məsələn. Bu formanı verir. Şərtdə də qoyur ki, hansıdır ki, hansı feildir ki, ya da hansı sözdür ki, iki şəkildə də düşünmək olar. Siz ağı görəndə bunu götürəsiniz artıq. Götürməlisiniz. Niyə? Çünki biz arzuda bunu necə keçdiyində. İndi öyrəndik ki, bölünür yazaq bu formada. Birinci şəxsin cəmidir. Biz yazaq. Əmrdə də belə olur. Baxın. Biz yazaq. Ağı bütöv götürürük. Öyrəndik axı şəxs sonluğu ilə düzəlir. Deməli bəzən parçalayıram, bəzən parçalamıram. Yəni bunu artıq kontekstə görə tapasınız. Sadəcə sizə feili verməklə siz onun aydınlaşdıramazsınız. O əmrdir yoxsa arzudur. Kontekstə görə tapa biləsiniz. Arzu şəkli ilə bağlı fonetik məsələlərə də diqqət yetirin ki, əgər sözün sonu AL saati ilə bitirsə, yəni feildən söhbət getir, arzu şəklində işlənərsə, deyiliş və yazılışda, yəni tələffüzdə fərq meydana çıxacaq. Gəlin baxaq. Məsələn, nə deyək? Məsələn, başlaya. Başlaya. Məsələn, deyirəm, kaş o işə başlaya. Tələffüzdə nə olacaq? Başlaya. Kaş başlaya. Bax, bu formada olacaq. Başlaya. Bax, belə. Aha. A şəkilçisini harada gördünüz? Feildə elə o dəqiqə arzu götürməyin. Məsələn, bax. Qanamaq. Bunu məndə arzu götürə bilərəm. Xeyr, bu heç şəkil deyil. Bu feilin təsviflənməyən formasıdır. Şəxsə kəmiyyətə görə dəyişmir. Onları ayrı videoda izah eləyəcəm. Sadəcə diqqət yetirin bura ki, məsələn, qandan qanamaq yaranır da. Leksikdə axı bu yeni söz yaradır. Ona görə mən bunu arzu götürə bilmərəm. Bu məstərdir. Amma bax, məsələn, bu qrammatiklərdən sonra biz maqmaq artıra bilmərik. Bax, məsələn, deyirəm ki, başlayamaq deyə bilərsən, qətiyyən. Deməli, bilirəm ki, bu nədir? Qrammatikdir. Amma leksiklərdən sonra biz maqmaq artıra bilirik. Yeganə bir dənə qrammatik inkarlıq şəkilçisidir ki, maməba, bunu da qeyd götürün. Yeganə qrammatik mamədir ki, bundan sonra maqmaq artıra bilirəm. Başqa heç bir qrammatiklərdən sonra maqmaq artıra bilmirəm. Bax, qrammatik plus maqmaq olmaz. Oy. Aha. Qrammatiklərdən sonra maqmaq olmaz. Bax, burada diqqətli olun. Bir dənə istisnamız inkarlıqdır ki, bundan sonra maqmaq artıra bilərəm. Bu ola bilər. Bu alınaram. Bunlar alınmaz yəni. Bu X. Aha. Digər şəkillərdə başqa bir videoda izah eləyəcəm. Hələlik bu qədər.